insanın nicat tapması üçün, qurtulması üçün Allah qorxusu və təqva mühümdür. Allah Teala Quran-ı Kerimdə buyurur ki, kim Allaha və Rəsuluna itaət eləyərsə, Allahdan qorxarsa və təqvalı olarsa, onlar nicat tapanlardır. Allaha və Rəsuluna itaət, Allahdan qorxmaq və təqvalı olmaq. Yəni, bunları eləyən kəs üçün nədir? Onlar nicat tapanlardır, deyir. Və həmçinin Ənfal surəsində Allah Teala buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə izə zukirallah vəcilət qulubuhum. Möminlər o kəslərdir ki, Allah zikr edildiyi zaman qəlbləri titrəyər. Və Allah qorxusu insanı pis şeyləri tərk etməyə sövq edir. Əgər qorxu varsa, Allahdan qorxusu pis şeyləri tərk edir insan. Və nə edir? İtaətə yönəlir. Allaha itaətə yönəlir. Salih əməllərə yönəlir. Mömin iki şeyi özündə cəm edir. Xeyir əməllər, bir də qorxu. Həm əməllərdədir, xeyir əməllərdə, həmçindədir qorxudur. Qəlbində qorxudur. Münafiq isə pisliklərlə əminamançılığı, arxayınçılığı özündə cəm edir. Və mömin insan necə olmalıdır? Salih əməllər üzərində getməlidir, itaətlərdə və onunla yanaşı qorxmalıdır. Qorxmalıdır ki, Allahın əzabı gələ bilər, Allah qəbul etməyə bilər mənim əməllərini. Münafiq amma rahat deyil. Münafiq arxayındır. Münafiq elə asiliklər üzərindədir və onunla yanaşı nədir? Arxayındır ki, Allah əzab verməyəcək. Allahın əzabından arxayındır. Allah qorxusu da necə olur, insanda necə yaranır? Allahın ad və sifətlərini öyrənməklə, Allahı tanımaqla. Çünki tanımadığın bir Rəbdən necə qorxacaqsın? İnsan Allahı tanımır, Allahın ad və sifətlərini bilmir, Rəbbini tanımır. O necə tanımadığı Rəbdən qorxsun? Ona gözəl şəkildə ibadət etsin. Allahı tanımaq üçün də səbəblərdən biri nədir? Allahın ad və sifətlərini öyrənməkdir. Və Allahın deyir, kövni və şərii ayətləri haqqında düşünməkdir. Kövni ayətlər nədir? Ulduzlar, ay, gecə, gündüz, günəş və bunlar Allahın yaratdıqları kövni ayətlər deyirlər. Şərii ayətlər isə Quran-ı Kerim ayətləridir. İnsan tədəbbür etməlidir, düşünməlidir. Allah Subhanahu wa Ta'ala'nın yaratdıqlarına baxaraq ki, bu əbəs yerə yaratmadı. Quran-ı Kerimdə bu haqda ayət var. İman gətirənlər, iman edənlər üçün Allah Teala deyir ki, onlar yerlərin, göylərin yaradılışı haqqında düşünürlər. Və nə deyirlər? Rabbənə mə xaləqdə hədə bətilə. Yəni, sən bunu boş yerə yaratmalısan. Subhanəkə və qinə əzəbənlər. Sən pak və nöqsansızsan və bizi od əzabından qorur. Və həmçinin tədəbbür etmək, Quran ayətlərini oxumaq, tədəbbür etmək insanda xaşyəni, yəni qorxunu artırır. Allah qorxusun. Çünki Allah Teala Quran-ı Kerimdə buyurur ki, İnnəmə yaxşıllahə min ibadihil uləmə. Allahdan yalnız alim olurlar qorxar.